9-cu sinif buraxılış məchul növə baxırıq. Məchul növə nə deyirlər? Passive voice. Necə düzəlir? Ümumi quruluşu to be üstəgəl past participle, yəni feilin 3-cü forması və yaxud da biz buna nə deyirik? Participle to Azərbaycan dilində keçmiş zaman feil sifəti və yaxud da feil sifət 2 adlanır. Ümumi quruluşu budur. Bu to be bizim dəyişəcəyimiz hissə zamanlara uyğun olaraq to be'nin bu birinci hissəsi olacaq. Yəni quruluşun birinci hissəsini dəyişəcəyik zamanlara uyğun olaraq. Yəni əgər sadə zamanlardırsa to be'nin sadə zaman formalarından istifadə edəcəyik. İndiki sadə zamanda am, is, are, keçmiş sadə zamanda deməli was, were, gələcək sadə zamanda isə will be, shall be olacaq. Amma davam edici zaman formalarında to be bunun qabağına biz bir dənə də to be əlavə eləyib bu hissəni ing kimi verəcəyik. Yəni müvafiq zaman formasına uyğun, yəni ki, indiki davam edici zamanda olacaq əmizar üstəgəl being, üstəgəl feil sifət 2, keçmişdə was, were üstəgəl being, üstəgəl feil sifət 2, gələcək sadə zamanda isə davam edici zamanda isə will be, shall be, üstəgəl being, üstəgəl feil sifət 2. Feili bitmiş zaman formalarında necə olacaq? Bitmiş zaman formaları quruluşu necədir? To have, has, üstəgəl feil sifət 2. Deməli, biz bunun başına to be'nin yerinə əvəz eləyəcəyik have, has-lə. Yəni, bu hissədə olacaq. Have və yaxud da has, keçmiş zamanda had, gələcək zamanda will have, shall have, üstəgəl feil sifət 2 been, to be'nin feil sifət 2 forması been və yenidən feil sifət 2. Bu qədər, yəni quruluş bu cürdür, sadədir, riyaziyyat kimi forması var. İndi testləri izah eləyəndə də daha ətraflı məlumat verəcəyəm. Okay, indi deyir ki, correct, düzgün, məchul növü seçin aşağıdakı cümləni. Aşağıdakı cümlədə uşaqlar biz məlum növdədir. Məlum növdən məchul növə çevirməkdən ötürü nə edirik? Cümlənin tamamlığını tapırıq. Tamamlığı eləyirik mübtəda və sonra cümlənin zamanına fikir veririk, hansı zamandır. Ona uyğun da bayaqki dediyim o to be üstəgəl feil sifət 2 formasından istifadə eləyirik. Yəni feilimizi tapırıq. Feilimiz olacaq qaydalı feildirsə id şəkilçisi ilə ed əlavə olunacaq. Qaydasız feildirsə kökündən dəyişəcək. Və tamamlığımız dedik ki, mübtəda olacaq. İndi baxaq, cümləmiz hansı zamandadır? İndiki sadə zamandadır. Tamamlığımız gəlir bizim mübtəda. Hamısında görürük ki, cümləni tamamlığı mübtəda kimi veriblər. Və sonra nə gəlməlidir? To be gəlməlidir. To be hansı zamanda? İndiki sadə zamanda. Baxırıq burada to be gəlməyib. A-nı çıxdıq. B-də keçmiş verib. C-də verib indiki sadə zamanda, bir də Y-də verib. Amma bizdə Y-də bin verib. Bizim feilimiz deməli elekt feilidir və dedik ki, feilin sonuna id əlavə olunur. Cavabımız C variantı. Sonra aşağıda yenə də cümlə verib və onu deyir ki, I'm sorry uşaqlar, yorğunam, gecə saat neçədir, ona qalım. Neysə, tamamlığa fikir veririk, tamamlıq gəlib mübtəda olacaq. Tamamlığın mübtəda olduğu bizdə A, B və Y variantları var. Hansı zamandadır? İndiki sadə zamandadır. İndiki sadə zamandadırsa to be mütləq olmalıdır, düzdür. To be məchul növdürsə to be olmalıdır da. Baxırıq ki, to be gələn hansıdır? B və Y variantında. Y variantına görə olmur, çünki indiki sadə zamanın əmizardır. Burada isə keçmiş sadə zaman. Cavabımız B variantı. Görürsünüz, heç cümləni axıra kimi oxumağa ehtiyac yoxdur. Yəni, mənasını anlamağa ehtiyac yoxdur. Biz qaydaları bilək,
Deməli, yenə cümləmiz indiki sadə zamandadır. Less computers. Biz tamamlığımızı tapırıq. Deməli, computer mübtəda funksiyasına gələcək və indiki sadə zamanda da to be məchul növdə to be-nin forması əmizar olmalıdır və computer cəmdə olduğuna görə hansı forma olacaq? Are forması. A variantı düzdür uşaqlar. Çünki computer tamamlıq mübtəda funksiyasındadır. To be-nin are forması, feilin qaydalı feildir, sonda D forması və kimlər tərəfindən icra olunub onu göstərirsə by our, yəni uşaqlar tərəfindən. B-də səhv nədir? B-də o səhv odur ki, burada to be-ni ümumiyyətcə verməyiblər. Məchul növdə mütləq to be olmalıdır. C-də səhv nədir? C-də də bitmiş zaman formasını istifadə ediblər və ümumiyyətcə burada məchul növ yoxdur. Bu C ona görə səhvdir. D-dəki səhv odur ki, uşaqlar keçmiş zaman burada veriblər. Biz isə cümləmiz indiki sadə zamandadır. Y-də uşaqlar to be-ni veriblər. Amma gətirib burada been istifadə ediblər. Belə bir məchul növ formamız yoxdur. Okay? Y-də ona görə səhvdir. 4-ə baxırıq. Yenə də some new projects bizim tamamlığımızdır. Tamamlığı gətiririk, eləyirik mübtəda. Burada deməli hansıdır bizdə? B variantı və B, D, Y uyğun gəlir. Və sonra gəlir, baxırıq zamanımıza. Zamanımız hansıdır? Keçmiş sadə zamandır. Keçmiş sadə zamanın məchulu necə olurdu? Bayaq dedik. To be istəgəl, to be-nin keçmiş zaman formalarıdır. Was, were, üstəgəl feili sifət 2. Baxaq, some projects cəmdədir. Ona görə də biz were formasını istifadə edəcəyik. Bu da bizdə B və D variantında var. Keçmiş were. Bəs sonra nə gəlməlidir? Dedik, feil özünün 3-cü zaman formasında. Yəni biz dedik ki, been yox, dərhal to be-dən sonra feil gəlməlidir. Okay? Bu da D variantında var. 5-ə baxırıq. Deməli, his suitcase. Burada mübtəda formasının bu olacaq. Zamanımız hansıdır? Keçmiş sadə zaman. Keçmiş sadənin məchulu necədir? Was, were. Üstəgəl feil sifəti feilimizi, yəni stole feilini 3-cü formada qaydası feildir. Stolen kimi verəcəyik. Və mübtədamız təkdədir. Ona görə də biz keçmiş zamanda was istifadə edəcəyik. Cavabımız elə A-dır, görürük. Was stolen a few days ago. Okay. B-də problem nədir? B-ni bitmiş zamanda verib, heç məchulluq yoxdur. Gedək öbürlərə baxaq. C-də mübtəda dedik ki, tamamlıq mübtəda funksiyasına gəlməlidir. Burada isə was, sonra been-i veriblər. Dəxli yoxdur, been olmalı deyil. Y variantında isə uşaqlar indiki sadə zamanda veriblər, amma zamanımız keçmiş idi. 6-ya baxırıq. Ver istəsən. Aha. Okay. Deməli, uşaqlar, gəlirik bura. Biz baxırıq, yenə tamamlığımızı axtarırıq. Ən hissəy, tamamlıq olanlara B, C, D, Y-dir. Keçmiş zaman formamız keçmiş sadə zamandır. 3-cü versiya right feili written olmalıdır. Və sonra mübtədadan sonra nə gəlməlidir? Keçmiş sadə zamanda was və yaxud da were. Düzdür. Amma mübtədamız təkdə olduğuna görə biz deməli, yox, bu yox. Burada been var. Və Y variantını seçirik. Feilimi dərhal, to be-dən sonra dərhal feil 3-cü formada. Okay. Görürsünüz, asandır. Yəni, qaydanı bilsək, yenə baxaq. Beautiful pictures bizim mübtədamız olacaq. Okay. Y variantını dərhal çıxırıq. Hansı zamandadır uşaqlar? Keçmiş zamanda, keçmiş sadə zamandadır. Feilimizə baxırıq. Feilimizin 3-cü formasını dərhal tapırıq. Çünki məchul növdə mütləq feilin 3-cü forması olmalıdır. Bu, ona görə də qaydası feilləri əzbərləyirsiniz mütləq. Və drawn'dur və ondan sonra uşaqlar to be üstəgəl bu feil gəlməlidir. To be də hansı olacaq? Beautiful pictures cəmdə olduğuna görə to be-nin were forması olmalıdır. Cavabımız B variantı. Digərlərində isə indiki zamanda verilib. Burada isə məchul növdür. Yoxdur.
8. Hə, boşum deməli, burada David cümlə mübtədası olacaq. Zamanımız nədir? İndiki sadə zaman və bizə nə lazımdır? Davidlə uzlaşan to be. Bu da C variantında var, digərlərində yoxdur. David, okay. Aha. Və 9'da da yenə the boy feeds the birds in the park every day. Burada mübtəda deməli the boydur, tamamlıq lazımdır bizə the birds. Zaman isə indiki sadə zamandadır. Deməli biz elə bir belə tapacağıq. Uşaqlar, bu asan variantdır. Tamamlığı yazırıq. Tamamlıq buradadır. Sonra isə indiki sadə zamanda to be fe'llər zaman formaları the birds are olacaq. The birds are feed'in deməli fe'l sifət 2 forması bu olacaq. Are fed. Belə bir variant axtarmalıyıq. The birds are fed in the park every day. B variantı. Onda isə deməli the company exported a lot of cotton. Burada tamamlıq a lot of cotton. Aha, exported xəbərdir və keçmiş sadə zamandadır. Və bunun deməli düzəlməsi necə olacaq? Keçmiş sadə zamanda was, were fe'l sifət 2 olmalıdır. Burada deməli a lot of cotton sayılmayan isimdir və xəbəri təkdə tələb elədiyinə görə was. A lot of cotton was exported. Belə olacaq. Biz indi elə bir variant axtarırıq və zaman zərfi də last year'dir. A lot of cotton was exported last year. B variantı bizə lazım olan. Bəli. Və 11-ci test. The hunters caught the bear. Deməli, ayı burada tamamlıqdır və zaman isə keçmiş sadə zamandır. The bear təkdə olduğuna görə deməli was olacaq keçmiş sadə zamanda. Was caught. Bunun 3-cü forması da, fe'l sifət 2 forması da belədir. Deməli biz belə bir cümlə axtarırıq. The bear was caught. Aha, baxın. Burada da icraçı by the hunters in the forest. Bəli, B variantı. 12 deməli bəli, doğrudur. Sophie taught economics tamamlıq təkdədir. Bilirsiniz ki, elm adları, fənn adları sayılmayan isimlərdir. Keçmiş sadə zamanda yenə işlənib zaman. Yenə was olacaq. Və fe'l sifəti 2 forması da yenə taught. Economics was taught. Belə olacaq. Economics was taught. Baxın, Y variantı. 13. He drinks a cup of coffee. A cup of coffee tamamlıqdır və cümlə indiki sadə zamandadır. İndiki sadə zamanda to be'nin formaları əmizar və fe'l sifət 2 istifadə olacaq. A cup of coffee deməli təkdədir. Bir fincan coffee deməkdir. Ona görə is istifadə olunacaq. Və drink fe'linin drink fe'linin 3-cü forması nədir? 3-cü forması drank, drunk. Is drunk. Və belə olacaq. Deməli, a cup of coffee is drunk. Belə bir variant axtarmalıyıq. Bəli. Budur. Aha. Qutarıb ki. Don't taşıyım. Yox, qutarmayıb. Aha. Yenə tamamlıq the notes və bir dəqiqə rəngi dəyişir. The notes'dur. Yenə cümlə deməli keçmiş sadə zamandadır. Keçmiş sadə zamanda was, were olacaq. Notes cəmdə olduğuna görə biz burada were işlədirik. Left fe'li elə 3-cü formada da
left'dir. Deməli cümlə olmalıdır. The notes were left. The notes were left. Yəni Y variantı. 15. They will change the decision. Tamamlıq. The decision tamamlıqdır. Cümlə gələcək sadə zamanda verilib. Gələcək sadə zamanın to be'si will be'dir. Change feili isə sadə, yəni qaydalı feil olduğuna görə will be changed. Cümləmiz olmalıdır. The decision will be changed. Yəni C variantı. Və 16-cı test. Her message informed me. Me deməli obyekt əvəzliyidir. Hansı şəxs əvəzliyinin obyekt əvəzliyidir? Bilirsiniz ki, uşaqlar, obyekt əvəzliklərini biz mübtəda yerində işlədə bilmərik. Onları biz şəxs əvəzlikləri ilə əvəz edəcəyik. Me şəxs əvəzliyi olacaq I, yəni mən. Aha, informed baxırıq ki, keçmiş sadə zamandadır. I was qaydalı feildir. Üçüncü forması da informed. Biz belə bir variant axtaracağıq. I was informed, yəni D variantı. They sell all sorts of paper. Bizim tamamlığımız all sorts of paper'dır və uşaqlar diqqət edirik ki, biz bu cür ifadələrdə, oflu ifadələrdə ofdan əvvəlki ilə xəbəri uzlaşdırırıq. Yəni all sorts cəmdə olduğuna görə və cümlə də indiki sadə zamanda olduğuna görə biz to be'nin indiki formasını, yəni are istifadə edəcəyik burada. All sorts of paper are sell feilinin üçüncü forması solddur. Biz belə bir cümlə axtaracağıq. All sorts of paper are sold. Bəli, A variantı. Və 18. She put some pieces of cake. Bəli, tamamlıq some pieces of cake'dir. Yenə uşaqlar oflu ifadədir. Ofdan əvvəlki sözlə görürsünüz ki, cəmdədir. Biz deməli xəbəri uzlaşdıracağıq və cümlə baxırıq ki, keçmiş sadə zamandadır. Nədən bilirik uşaqlar bu keçmiş sadə zamandadır? Put feilində s yoxdur. She puts olsaydı bu indiki sadə zamanda olardı. Amma o olmadığına görə put feili 3 formanın üçündə də putdur. Put, put, put. Ona görə də aha, gəlirim. Bəli. Ona görə də keçmiş sadə zamanda olduğuna görə some pieces of cake were put. Bəli, atdım. Aha, deməli cümlə necə olacaq? Some pieces of cake were put. Belə bir cümlə axtarmalıyıq və bu A variantındadır. He read a few, bax yenə də read keçmiş zamandadır. İndiki zamanda olsaydı reads olardı. Deməli he reads a few articles tamamlıq. A few articles tamamlıqdır. Deməli cümlə necə olacaq? A few articles keçmiş zamanda were. Read feili hər üç formada da bu cür yazılır. Biz belə bir cümlə axtarırıq. A few articles were read. Aha, və D variantı. 20-ci test. Choose a correct passive voice. Aha, they planted the fields. The fields tamamlıqdır. Xəbər keçmiş sadə zamandadır. Fields cəmdə olduğuna görə were. Üçüncü formada bilirsiniz ki, qaydalı feillər idi qəbul edirlər. Olacaq the fields were planted. Biz belə bir cümlə axtaracağıq. Yəni B variantı. The scientists discovered new facts. Bu tamamlıqdır və cəmdədir. Keçmiş sadə zamanda verilib xəbər. Deməli, biz keçmiş sadə zamanda were istifadə edəcəyik. Were. New facts were. Qaydalı feil olduğuna görə üçüncü forması da discovered olacaq. Biz belə bir cümlə axtarırıq. New facts were discovered.
Bəli, D variantı. Neçə səhifə? Okay. Çox 160. Hamısını işləyəcəksən. Da Okay. bəsdir. Ha, okay. Всё. Uşaqlar, bu qədər. Kanala abunə olun, videoları bəyənin və paylaşın ki, daha çox izləyici baxsın, bir çox insana xeyri dəysin və mən də motivasiya almış olum. Özünüzə yaxşı baxın. Ümid edirəm sizə faydası toxunacaq. Sağ olun.